Balaca Tolik, bilsən öz dünyam var, öz sənətim var, öz səsim var, az da olsa. Özümə kütlə yığmışam, sevənlərim var. Yəni bu xanım mənim adımı çəkərək, yəni pisləyərək məni özünə PR qazanırsa... Amma tək çox xanım deyil, çoxları adını çəkir. İndi əsasən o tez-tez deyir də son zamanlarda və mən deyirəm ki, halal xoş olsun. Əgər məni pisləyərək özünə PR qazanırsa, çünki mən altını kommentlərini oxuyanda görürəm ki, hamı deyir ki, Qumrala görə səni tanıdıq, belə elədik, elə elədik. Valla mən heç vaxt deməmişəm ki, mən Tarkamanla oxuyacam və yaxud da oxuya bilərəm. Mən istəsəm hər şey edərəm, o başqa. Amma mən elə öz yolumla gedirəm, sakit başım, heç çoxluğa da girmirəm, çoxu azı mən. Yəni bu kifayətdir, mənim öz yerim, öz qədərim özümə bəs eləyir. Amma deyim ki, bu məsələ ortaya çıxan kimi mənim anam sağ olsun, hər zaman dayağım, arxam dayağım olduğu kimi yenə də dedi ki, öz sözünü yəni göndərdi qəşəng.